Deməli, ilk növbədə burada biz dişləri ağartmaq istəyirik. Bunun üçün nə edirik? Klaviaturadan Ctrl-J-ni basırıq. Bunun kopyasını yaradırıq ki, dəyişikliklər edəndən sonra biz o fərqi görə bilək. Ctrl və J-ni bastıq. Daha sonra Ctrl-U düyməsini basırıq. Yəni, buradan da göstərim. Ctrl-U və burada Saturation-ı bir qədər azaldıram ki, yəni dişləri rəngləyəndə, yəni ağardanda, yəni digər orqanlar arasında fərq çox olmasın. OK düyməsini vururam və bundan sonra onun maskasını yaradıram. Burada mouse sol düyməsini bir daha vururam və daha sonra maska aktiv olduğu vəziyyətdə burada bizdə belə bir alət var. Ya ola bilər sizdə bu belə görsənəcək. Yəni buraya daxil olacaqsınız. Paint Bucket Tool aləti. Bunu seçəndən sonra mouse'un sol düyməsini bir dəfə şəklin üzərinə vuracaqsınız. Lakin burada bir məsələ var. Bu aktiv olmalıdır. Yəni qara yuxarıda olmalıdır, ağa aşağıda. Bu vəziyyətdə mouse sol düyməsini bir daha vururam. Fikir verdiniz, əvvəlki rəngə qayıtdı və bundan sonra bunu dəyişdirirsiniz. Ağ yuxarıda, qara aşağıda. Bundan sonra Brush Tool alətini seçirsiniz və Brush Tool aləti ilə deməli yaxınlaşdırıram şəkili alt və mouse'un sol düyməsi ilə və buradan ölçünü də tənzimləyirəm. Məsələn, elə 14 punktla bunu başlayıram ağartmağa. İndi sürətli formada edirəm ki, videonun vaxtı getməsin. Bu formada. Əgər biraz bunu artıq ağartsaz, bunu çevirirsiniz, qaranı aktiv edirsiniz yuxarıda və silirsiniz bu hissəni. Hətta uyğun olmayanda silmək, məsələn, tutaq ki, mən bunu ağartmaq istəyirəm. Ağartsam dodağa da düşəcək. Ölçünü bir qədər də balacalaşdırıram. Məsələn, bu 7 punkt elədim və buranı da ağartdım. Həmçinin bunu biraz köklərini də edirəm, dişin köklərində. Belə. Bundan sonra uzaqlaşdırıram bunu və hətta məsələn də burada bu şəkli seçib Ctrl-L-i bassam, bu hissədən də mən bunu tənzimləyə bilərəm ki, misal üçün bunu artıranda fikir verirsiniz daha ağ olur. Düzdür, bunu çox ağ eləmək də biraz yaxşı görsənmir, süni görsənəcək, realistik olmayacaq. Məsələn, bu belədirsə bir qədər bunu buradan biraz artırıram ki, daha da ağ olsun. OK düyməsini vurdum. Bu formada.